الحمد لله الذي خلق الإنسان وعلمه البيان ورفع بعضهم فوق بعض درجات ليبتليهم فيما آتاهم. نحمده سبحانه على نعمه الظاهرة والباطنة، ونستغفره على طاعته، ونستعينه على عبادته، ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا. من يهده الله فلا مضل له، ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، له الخلق والأمر وله العطاء والمن، يعطي بحكمة ويمنع برحمة. وأشهد أن محمدًا عبده ورسوله وصفيه وخليله، بعثه الله رحمة للعالمين وقدوة للسالكين ومحجة للمهتدين، صلى الله عليه وسلم وعلى آله وأصحابه أجمعين وعلى من تبعهم بإحسان إلى يوم الدين. أما بعد، اتقوا الله تعالى حق التقوى وراقبوه مراقبة من يعلم أنه إليه راجع. Əziz, değerli Müslümanlar, hörmətli qardaşlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Allah'tan qorxun, layiqli bir qorxu ilə, layiqli bir təqva ilə və bilin ki, ona qayıdacaqsınız. Dönüş yeri onadır. Ona göre onun daim nəzarətində olduğunuzu yaddan çıxarmayın. Bugün əzəmətli bir xəstəlikdən danışacağıq. Böyük bir bəla, rəzil bir xislət, məzəmmət olunan bir xasiyyət, hansı ki insanların bəzisi vəsf olunur o vəsflə. O vəsf ki, hansı ki səmada ilk onu ilə Allah'a asi olunub. Allah'a qarşı ilk günahdır səmada işlənilən. Eləcə də yerdə Allah'a ilk asiliydi. Qəlblər bəlaya düşür onu ilə. Əməllər sınağa çəkilir. Təhlükədir. Qul üçün, qəlbi üçün. O bəla, o xəstəlik, hansı ki itayətin nurunu söndürür. İmanın saflığını fəsad edir. Əməlləri silir, yox edir. O bəla hansı ki müsəlmanlar arasına ədavət, düşmənçilik salır. O bəla həsəddir. Həsəd hansı ki səmada dedik ki ilk günahdır Allah'a qarşı işlədilən. O vaxt ki iblis həsəd etdi Adəmə, asi oldu Rəbbinə və yerdə ilk asilik olub. O vaxt ki Adəmin oğullarından biri digərinə həsəd edib qətl etdi onu. Ona görə həsəd böyük bir bəladır. Deyir ki Həsən el-Basri, zalımı məzluma oxşadan həsəd kimi başqa bir əməl bilmirəm. Zalımdır həsəd edən, lakin məzluma oxşuyur. Ne üçün? Çünki nəfsi daima sıxıntıdadır. Kədəri tərk etmir onu. Hüzün getmir ondan, aradan qalxmır. Qəm, qüssəsi tükənmir. Ne üçün? Çünki daima içi yanır. Alovlanır, qəlbi rahatlıq tapmır. Yaşamı yoxdur, həyatın ləzzətini dada bilmir. Qərar tapa bilmir. Başqalarına həsəd etdiyi üçün. Və nədir həsəd? Həsəd, Allahın kiməsə verdiyi neyməti ondan almasını istəməkdir və ya ondan yox olmasını istəməkdir həsəd.
Kiməsə Allah Teala nəsə verib, arzuluysan ki, ondan geçsin. Sənə gəlməsə də. Ona görə insan görsən ki, qardaşında bir neymət görür. İstər maddi, istər mənəvi. Hansı ki, Allah Teala lütf edib ona. Verib o insana. Arzuluyur ki, geçsin ondan. İstəyir ki, qalmasın onda o. Və bilmir ki, bunu ilə etiraz edir Allah Teala'nın hökmünə, Allah Teala'nın idarəçiliyinə qarşı gəlir. Razılaşmır Allah Teala'nın qəza və qədəri ilə, razılaşmır Allah Teala'nın böldüyü qismətlə, məxluqatına verdiyi ruzi ilə. Ona görə deyir ki, Rəbbimiz əm yəhsudunən nəsə alə mə ətəhumullahu min fadlih. Yoxsa onlar Allah Teala'nın öz lütfündən insanlara verdiyi nemətlərə görə və ya verdiyi şeylərə görə onlara həsəd aparırlar. Allah verib o lütfü, o bölgünü insanlara. Və nə qədər insan var, görsən ki, görəndə ki, Allah Teala qardaşına mal verib, elm verib, şərəf verib, vəzifə verib, mövqe, məqam verib, arzulur ki, o neymət geçsin ondan. Sevinməkdən, dua etməkdən onun üçün, bərəkət diləməkdən istəyir ki, o neymətlər içsin ondan. Bundan daha da təəccüblüsü, bəzi insanlar həsəd edir kimə? O insanlara ki, o insanlar insanlara faydadır. İnsanlara kömək edir, şəfayətçi olur, əl tutur, onların ehtiyaclarına sahib çıxır. Görəndə ki, kimsə fayda verir insanlara, əli çatır nəyəsə, hansısa işi düzəldə bilir, bacarır, islah etsin. Görsən ki, qəlbi sıxılır, köksü daralır, arzulur ki, Allah Teala o kəsi aciz etsin. Və düşünmür, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləri hansı ki, bu haqda gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına kimsə gələndə bir ehtiyacı üçün nəsə istəyəndə deyərdi ki, işfə'u tu'cəru. Şəfayətçi olun, yəni kömək olun ki, savab qazanasınız. Və yaqdiyallahu alə lisani nəbiyyihi sallallahu aleyhi və səlləmə məşə. Allah Teala öz Peyğəmbərinin dili ilə istədiyini həyata keçirsin. Ona görə Muaviyyə ibn Əbi Sufyan deyir ki, bir kişi gəlir mənim yanıma, məndən nəsə istəyəndə vermirəm o qədər ki, gözləyirəm ki, sizdən kimsə şəfayətçi olsun, savab qazansın. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, işfə'u tu'cəru. Şəfayətçi olun, yəni kömək olun ki, savab qazanasınız. Ona görə xeyrə mani olan, xeyrin yayılmasını istəməyən, buna görə köksü daralan, qəlbi sıxılan, biləndə ki, başqaları qadirdir, nəsə fayda verməyə, həqiqətdə o etiraz edən, Allahın qəza və qədərinə etiraz edən, həsəd edəndir. Yaxşılıq yolunu bağlayandır, kəsəndir. Allah Teala'nın rəhmət insanlara bəndələrinə verdiyi lütfünü istəməyəndir. Bəndələrindən kiminsə əli ilə yaydığı rəhmətinin qabağını kəsəndir, nifrət edəndir. Deyir ki, Muaviyyə radiyallahu anhu, hər bir insanı razı sala bilərəm. Yalnız neymətə, yəni Allahın verdiyini həsəd edəndən başqa, onu razı salan o neymətin yox olmasıdır. İstəyir ki, yox olsun. Və bu xəstəlik qəlb xəstəliyidir. Təhlükəlidir. Çünki imana ziddir, imanı zəiflədir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, lə yəştəmiyu fi cəvfi abdin əl-imanu vəl-həsəd. Qulun qəlbində imanla həsəd cəm ola bilməz. Cəm ola bilməz o demək deyil, imanı yoxdur, yox. Yəni imanı kamil ola bilməz. İmanı kök sala bilməz. Onu sağlam imanlı edə bilməz. Əgər həsəd varsa qəlbində, ona görə nə qədər
Dəlillər var, qadağan edir həsədi. Nəql olub bizə Peyğəmbərimizdən. İyyəkum vəzzan, diqqət edin, zənn etməyin. Yəni kiminsə haqda zənnə qapılmayın. Fə innəz-zannə əkzəbul hədis. Həqiqətən zənn ən yalan sözdür. Və la təhəssəsu, və la təcəssəsu, və la tənəfəsu, və la təhəsədu, və la təbəğadu. Bir-birinizin eyblərini açmayın, cəsurluq eləməyin. Bir-birinizlə yarışa çıxmayın. Yəni ədavətli yarışa. Bir-birinizə həsəd etməyin. Bir-birinizə nifrət etməyin. Sonra nə deyir? Deyir ki, kunu ibadallah ixvana. Ey Allahın qulları qardaş olun. Ona görə həsəd böyük günahdır. Böyük günahlardandır. Və çoxlara əhəmiyyət vermir ona. Və fikir də vermir, düşünmür ki, əksinə həsəd savablarını məhv edir. Nə qədər dostluq var, həsəd səbəbinlə dağılıb. Nə qədər qardaşlar var, qəlbdə olan həsədə görə ədavət aparır bir-biri ilə. Nə qədər səmimi, ixlaslı işçilər var, hansılar ki, onlara etdiyi işlərinə görə onlara həsəd aparılıb. Nə var, islah edir, tikir, düzəldir deyə. Ona görə İslam gəlməyib zahiri düzətməyə təkcə. İslam gəlib qəlbləri də düzətməyə. Və çoxları qafildir qəlbin xəstəliklərindən. Həqiqi xəstəlik, hansı ki, məhv edir insanın savablarını, puç edir əməllərini, əksinə lənət qazandırır ona. Ona görə həsədin təsiri böyükdür. O səbəbdən deyir ki, sallallahu aleyhi və səlləm, dəbbə iləykum dəul uməm, əl-həsəd vəl-bəğda. Deyir ki, sizdən əvvəlki ümmətlərin xəstəliyi sizə sirayət edəcək. Yəni, sizə hopacaq. Nədir o xəstəlik? Deyir ki, həsədlə kin və ya nifrət. Sonra deyir ki, vəhiyyəl-həliqa, hansı ki, qırxandır o. Və sonra deyir ki, lə əqulu təhliquşşar. Demirəm, saçı qırxır o xəstəlik. Və ləkin təhliquddin, lakin dini qırxır. Yəni, dini dağıdır. Dini yox edir. Ona görə həsədin nəticəsi kindir, nifrətdir və səbəbdir kinə, nifrətə. İman qardaşlığının əslini dağıdandır, zəiflədəndir. Halbuki, iman qardaşlığı möhkəm bir bağdır. Deyəndə ki, sallallahu aleyhi və səlləm, sizdən biri öz nəfsi üçün istəmədiyini qardaşı üçün istəməyincə iman etmiş olmaz. Bu əsasdan danışıb sallallahu aleyhi və səlləm və həsəd dağıdır onu. Ona görə müminin, müsəlmanın qəlbində həsədlə iman cəm olmaz. Yaraşmaz müminə, cəm etsin həsədlə imanı bir qəlbdə. Və kim bu vəsflə vəsflənib baxsaq Allahın kitabında, Peyğəmbərin sünnəsində görərik ki, ən xəbis tayfalar olub. Başda Yahudilər olmaqla. Niyə Peyğəmbərə həsəd etdilər? Həsəd etdilər Muhammed sallallahu aleyhi və səlləmə. Allah Teala onu seçəndə həsəd etdilər Allah Teala öz lütfü ilə ona Peyğəmbərlik, elçilik verəndə həsəd etdilər ümmətinə, həsəd etdilər dəvətinə və qəlblərində o ədavəti gizlətdilər, o kini bəslədilər qəlblərində. وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عِنْدِ أَنْفُسِكُمْ. Kitab əhlindən bir çoxu həqiqətən və ya həqiqət onlara bəlli olandan sonra, haqq onlara bəlli olandan sonra özlərindən olan həsəd səbəbi ilə istəyirlər ki, sizi imanınızdan küfrə qaytarsınlar. Həsəd etdikləri üçün. Ona görə həsəd zülümdür. Və zülümdə qiyamət günü zülümətdir. Çünki etirazdır Allah Teala'ya, onun qədərinə. Və bilməlisən ki, verən də, mani olan da, məhrum edən də Allah Teala'dır. Hansı ki, öz hikməti ilə, ədaləti ilə
öz bölgüsünü edib insanlar arasında. Əhum yaqsumuna rahmete rabbike nahnu qasamna beynehum maişetehum fil hayatid dunya ve rafa'na ba'dahum fawqa ba'd daracat liyettekhide ba'duhum ba'dan sukhriya ve rahmetu rabbike hayrun mimma yecma'un. Deyir ki, Rəbbinin mərhəmətini onlar mı bölüşdürüb? Biz dünya həyatında onların dolanışığını onlar arasında bölüşdürmüşük. Biri digərini öz yanında işçi götürsün deyə, bəzilərinin dərəcəsini digərlərindən üstün etmişik. Sənin Rəbbinin mərhəməti onların yığdığından daha xeyirlidir. Və həsədin müalicəsi ancaq razılıqdır. Allah Taala'nın bölgüsü ilə, Allah Taala'nın qəza və qədəri ilə bilmək ki, həsəd edən nə qədər həsəd etsə də, bu Allahın kiməsə verdiyi lütfü və ya həsəd olunana Allahın verdiyi o lütfə həsəd edən öz həsədi ilə mani ola bilmir. Allah Taala yenə verir ona əgər yazıbsa onun üçün, təqdir edibsə, ona görə müalicə istəyirsə yönəlsin Allah Taala'ya. Həsəd etməkdənsə dua etsin Allah Taala'ya, istəsin ondan. Necə digər istəyib və fikirləşsin Allah Taala'nın kəlamını hansı ki mədh edir. Möminləri, hansılar ki onlarda yoxdur bu sifət. Uzaqdılar bu sifətdən. وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا إِنَّكَ رَؤُوفٌ رَحِيمٌ. Onlardan sonra gələnlər, yəni səhabələrdən sonra gələnlər dedilər və ya deyirlər, ey Rəbbimiz, bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrətə və həsədə yer vermə. Ey Rəbbimiz, həqiqətən şəfqətlisən, rəhimlisən. Əgər istəyirsənsə bu möminlərdən olmaq, hansılar ki Allah Taala mədh edib bu ayədə, qəlbini təmizlə həsəddən. Dua et qardaşların üçün. Onların xəbəri olmadan. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, kim hər hansı bir qul, müsəlman qardaşı üçün onun xəbəri olmadan dua edərsə, illə qaləl mələku və ləkəl misl. Və ləkə bimithil. Mələk bir mələk deyər ki, sənə də eyni ilə olsun. Nə istəyirsənsə, eynisini sənə də verilsin. Ona görə soruşulur Peyğəmbər sallallahu aleyhi və səlləmdən insanların hansı daha əfsəldir, yəni hansı daha üstündür? Deyir ki, kullu məxmumul qalb və saduqul lisan. Hər qəlbi təmiz və dili də doğru olan. Dedilər ki, ya Rasulallah, dili doğru olanı bildik, yəni doğru danışanı bildik. Qəlbi təmiz nədir? Dedi ki, Allahdan qorxan, qəlbi pak, qəlbində günah olmayan, qəlbində zülm olmayan, qəlbində kin, həsəd olmayan insan. Ona görə qorxun Allah Taala'dan, təmizləyin qəlblərinizi bu xəstəlikdən, həsədin yerini razılıq alsın deyə, paxıllığın yerini şükür, həmd alsın deyə, kinin yerini dua alsın deyə və xatırla, daima bil ki, verən də, alan da, yüksəldən də, endirən də Allah Taala'dır. O neymət hansı ki, Allah Taala verib səndən qeyrisinə, o sənin ruzundan heç nə azaltmır. Ona görə nə xoşbəxtdir o kəslər ki, gecə-gündüz gəzir, dolanır, yaşayır, qəlbində nə kim var, nə həsəd. Nə xoşbəxtdir o kəs ki, cənnət əhlinin vəsfi ilə yaşayır. O vəsf ki, Allah Taala xatırladı bizə o vəsfi. Deyib ki, وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ إِخْوَانًا عَلَى سُرُرٍ مُتَقَابِلِينَ. Biz onların, yəni cənnət əhlinin köksündən, sinələrindən kini, küdurəti söküb, qoparıb çıxartdıq
taxtlar üzərində qarşı-qarşıya oturan qardaşlar olacaqlar. Allah Teala qəlblərimizi həsəddən təmizləsin. Nəfslərimizi kindən pak etsin. Qəlblərimizi qardaşlarımıza qarşı sevgi ilə doldursun. Allah Teala öz razılığı ilə bizdən razı olsun. Bizi bağışlasın, valideynlərimizi bağışlasın, analarımızı, atalarımızı bağışlasın və bütün müsəlman kişi və qadınları bağışlasın. Diri və sağ olanlarına rəhm etsin. Allah Teala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Bizi eşidib faydalardan etsin. Aqulu ma təsma'un və əstəğfirullaha li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu vəl ğafurur rahim. Elhamdülillahi Rabbil ələmin. والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله، إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي